erektil disfunksiya, yəni sərtləşmənin pozulması aşağıdakı problemlər nəticəsində üzə çıxır. Kişi cinsiyyət orqanının, yəni penisin qan dövr damarlarının problemləri, divarının çöküntülü yığılması, qan damarlarının klapanlarında əmələ gələn defektlər, psixoloji faktorlar nəticəsində və s. nəticədə səbəblər çoxdur. Ümumi bunlar haqqında məlumat deyim. Birinci növbədə onun diaqnostikası aparılır. Yəni penisə papaverin iynəsi vurularaq onun diaqnostikası Doppler altında, ultrasəs müayinəsi altında aparılır. Onun damar yetməməzliyi müəyyənləşdirilir, hansı dərəcədir və ona müvafiq müalicələr aparılır. Bizim ikili proseduramız vasitəsilə bu erektil disfunksiyaların müalicəsi effektli müalicə olunur. Belə ki, vakuum terapiyası vasitəsilə penisin, yəni kişi cinsiyyət orqanının qan dövranı sürətlənir və beyinlə cinsiyyət orqanı arasında sinir əlaqəsi bərpa olunur. O cümlədən zərbə dalğa terapiyası aparatı vasitəsilə penisin qan dövranı sürətləndirir ki, bu da erektil disfunksiyaların aradan götürülməsinə şərait yaradır.